Bu açıqlamam bəlkə yaxşı qarşılanmaz, amma çünki həqiqətən mənim başqa bir yolum yox idi ki, özümü insanlara tanıdım. Düzdür, mən istəməzdim o mahnını ifa edim. Hər bir ailədə olduğu kimi bizim ailədə də klassik bir şey var idi ki, universitetə daxil olsan sənə telefon alır. Hər bir ifaçı sənətkar deyil. Eksiniz görsün deyə təkcə onu açıb storyaya qoymusunuz. 16 yaş sendromu. Sevgilinin eksine dost olmak. Kim? Mən dost olum. Kimisə çayına tüpürmüsünüz? Oha. Oxumağa bir yer tapıb çıxacaqlar, amma əsl sənətkarlar həmişə kölgədə qalacaq. Oxuyan da oxuya bilir, oxumayan da oxuyur. Bir sənətdə olsunlar və göz önündə olmaq üçün. Düz, onların əslində artmalarında səbəb televiziyalardır. Çünki onlar heç vaxt sosial mediadan tanına bilməzlər. Kimisə travmasını danışaraq gülümsəmisiniz? Eləyim. Elə. Obşi belə ortam qonaqlıq olur. Hamı deyir ki, isti çay gəlsin falan. Çayın barmağını salıb istediğini yoxlamışam ama. Pis yoxsa Maral Tahir qızı? Bu show deyil. Yeni bölümləri ilə hər həftənin cümə günü 20:00-da yayımdadır.